Ağdərəyə növbəti köç baş tutub. Bu dəfə Həsənriz kəndinə daha 25 ailədən ibarət 75 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da kənddə məskunlaşan ailələrin sayı 50-yə çatıb. Köç kərvanı Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarətdir. Onlar doğma yurtlarına qovuşmağın sevincini bölüşüblər. Biz öz torpaqlarımıza qayıtmışıq və Ağdərədə həyat yenidən bərpa olunur. Hal-hazırda 5 otaqlı mənzillə təmin olmuşuq, geniş həyat bazası var və bizə məşğulluqdan da yəni işlə təmin olunacaq barədə danışıqlar aparılıbdır. Özüm hal-hazırda informatika müəllimiyəm və burada da şagirdlərimizə dərs deyəcəm. Yuxularda görürdük, düzdür. Heç bir vaxt mən yuxuda kənar yeri görmüşəm. Həmişə Ağdərəni görmüşəm. Amma bu sevinci, həddi, hüdudu yoxdur. Çünki öz rayonumuza qayıdırıq, öz ərazimizə qayıdırıq.